Bu şəxs robotla evlənir. Bəli, düz eşitdiniz, bir robotla. Bu sosial şəbəkələrdə bir mənalı qarşılanır. Ona sual verəndə ki, bəs niyə görə insanla, yəni bir xanımla evlənmədin? O isə yağı suyu çox uğraşdırır, çox zəhmətə salır, amma dırdır eləmir, yəni deyilmir. Belə baxanda bəy düz deyir də. Danışmırsa, deməli belə ki, robot xanımlarla evlənmək olar. Və amma yenə də deyirəm ki, yenə də robot da olsa, yenə də məsrəf edilmir, yenə də rasxoddular bu xanımlar. Düzdür, normal xanım kimi paltar istəməyəcək, ayaqqabı istəməyəcək, geyim istəməyəcək, onu al, bunu al deməyəcək, yemək al deməyəcək, amma özün də dediyi kimi yemək, su, hər su da qoymaq, vermək olmaz, yəni robota. Yağ da istifadə eləməz, olmaz. Əvvəl xüsusi yağ falan olmalıdır. Gedib adi günə baxan yağ tökmək olmaz ki. Yenə də görsən xanımlar, yenə də rasxodsuz. Dırdır eləməmək üçün robot alırsan, robot evlənirsən, amma yenə də rasxodsuz ki, rasxod. Amma hamı maraqla da o sual. Görürsən o iş necə olacaq? Siz nə düşünürsünüz? Yəni uşaq götürərlər.